Rusiya danışıqları bilərək uzadır. Bu sözləri Ukraynanın prezidenti Vladimir Zelenski bildirib. 18 fevral tarixli gündəm xəbərinin efirində bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Ukrayna prezidenti Vladimir Zelenski Cenevrədə keçirilən danışıqlarla bağlı açıqlama verib. Dövlət başçısı nümayəndə heyətlərinin bugünkü iclasından əvvəl Ukrayna komandası ilə müşavirə keçirdiyini bildirib. Zelenskinin sözlərinə görə, ötən gün baş tutan görüşlər kifayət qədər çətin keçib və Rusiya tərəfi artıq yekun mərhələyə yaxınlaşa biləcək prosesi ləngitməyə çalışır. Dünən həqiqətən də asan olmayan görüşlər oldu və biz deyə bilərik ki, Rusiya danışıqları uzatmağa çalışır. Amerika tərəfindən detallara diqqət və Rusiya nümayəndələri ilə danışıqlarda göstərilən səbrə görə təşəkkür eləyirəm deyə Ukrayna prezidenti vurğulayıb. Prezident həmçinin əlavə eləyib ki, bugünkü müzakirələrdə humanitar məsələlər xüsusilə yer tutacaq. Digər məsələlərlə yanaşı, bugün hərbi əsirlərin dəyişdirilməsi və mülki şəxslərin azad edilməsi istiqamətində addımlar müzakirə olunmalıdır deyə Vladimir Zelenski qeyd edib.